Metroya gedən marşrut yolunun 10 metrliyində yerləşən belə bir 4 otaqlı 87.000 manatla satışa çıxan daş tikili həyət evi çəkib göstərirəm. 40-40 karkaz beton fundament üzərində inşa olunub. Mərtəbənin tamamında beton kəmər atılıb. Belə bir fasad görünüşünə sahib bir evdir. Sot yarımda inşa olunub. Ümumi torpaq sahəsi 150 kvadrat metrdir. Ev 100 kvadratda 50 kvadratda həyətinin sahə var. Buradan zirzəmisinə keçid qoyulub bir rahatlıqla hərəkət etmək mümkündür. Evin 10 metrliyində metroya gedən 569 nömrəli marşrut yolu hərəkət edir. Kombi aparatının yeri orada quraşdırılacaq. Daxil oluruq evə, dəhlizdə də görürsünüz. Deməli, radiator xətləri nəzərdə tutulub. Sol mətbəx sahədir. Biz sağdan davam edək. Sağda yerləşir evin zal hissəsi. Belə bir zal hissə mövcuddur. Cüt kubiklə inşa olmuş bir evdir. Mərtəbənin yekununda beton kəmər atılıb. Tikinti keyfiyyətlərinə cavab verən bir evdir. Masazırda yerləşir 6 nömrəli məktəbin yaxınlığı metroya gedən 569 nömrəli marşrut yolunun 10 metrliyində. Evin qiyməti 87.000 manatdır. Qazın suyun işığın fasiləsi olduğu mərkəz kanalizasiyanın fəaliyyət göstərdiyi bir ərazidir. İndiyə qədər gördüyünüz otaqların ölçüləri çox yaxşıdır. Kiçik otaq bax budur. Və mətbəxin ölçüsü nisbətən kiçikdir. Mətbəxin ölçüsü hardasa 7 kvadrat metrlik bir sahəyə malikdir mətbəxin ölçüsü. Belə bir mətbəx sahə mövcuddur. Qasqətli mətbəxi daxil edilib. Mebel yığılandan sonra kiçik stol stul qoymaq olar. Masazırda yerləşir 6 nömrəli məktəbin yaxınlığı 569 nömrəli marşrut yolunun 10 metrlik qeyd ediləyim ki, metroya hərəkət edir bu avtobus marşrutu. Qiymət ilkin olaraq 87.000 manat alıcılarla qiymətli razılaşma mümkündür. Bu evdən 2 ədəddir. Satışa indicə çıxıb əlaqə saxlamağı unutmayın. Əlaqə nömrəsi 077 744 36 33. Sağ olun, hələlik.